Sizə salam. Biz bugün sizinlə sinus, kosinus, tangens, kotangens, x funksiyalarının xassələrini bir yerdə təkrar edəcəyik. Gəlin başlayaq. Birinci başlayırıq sinus x funksiyasından. Sinus x funksiyasının təyin oblasti hər şeydir. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər oblasti mənfi 1-dən 1 aralığıdır. Yəni, sinusun ən kiçik qiyməti -1-ə, ən böyük qiyməti 1-ə bərabərdir. Sinus x tək funksiyadır. Bilirik ki, uşaqlar, tək funksiya neyinir? Mənfini qarşıya ötürür. Dərəcə cüt olanda dövrü t bərabərdir pi bölək k-ya, dərəcə tək olanda dövrü t bərabərdir 2 bölək modulda k-ya. Burada dövr yazaq. Dövr. Sinus x funksiyasının artması, azalması müəyyən olunur. Ya qrafiki çəkməklə müəyyən edə bilərik, ya da çevrə üsulla müəyyən edə bilərik. Gəlin birinci müəyyən edək qrafiki çəkməklə. Gəlin sinus x funksiyasının qrafikini quraq. Sinus 0-da 0, 90 dərəcədə 1, 180-də 0. Bu nöqtəsini biraz mərkəzə qoyaq. 90 dərəcədə 1, 180-də 0, 270-də -1, 360-da 0 qiymətini alır. Tək funksiyona görə mənfini qarşıya verir. 90 dərəcədə 1 alırsa uşaqlar, -90 dərəcədə -1, 180-də 0, 270-də -1 alırsa, -270-də müsbət 1, 360 dərəcədə 0 qiymətini alır. Gəlin, qrafiki quraq. Bu oldu uşaqlar sinus x funksiyasının qrafiki. İndi artmanı, azalmanı müəyyən edək. Rübləri yazaq sizlə bərabər. Sıfır pi bölü 2 aralığı birinci rübdür. Birinci rübdə qrafikimiz artır. Şəkildən görürsünüz uşaqlar. Pi bölü 2 ilə pi aralığı ikinci rübdür. İkinci rübdə qrafikimiz azalır. Pi ilə 3 pi bölü 2 üçüncü rübdür. Üçüncü rübdə qrafik azalır. 3 bölü 2 ilə 2 pi dördüncü rübdür. Dördüncü rübdə qrafikimiz artır. Deməli, sinus x funksiyası harda artdı uşaqlar? Artdı. 1-də, 4-də azaldı. Azaldı. 2-də, 3-də. Gəlin çevrə üsuluna göstərək burada. Uşaqlar, radiusu 1-ə bərabər olan vahid çevrə çəkirik. Radiusu 1-ə bərabərdir. Və saat əqrəb hərəkətin əks istiqamətli hərəkətə baxacaq. Sinus alfa bilirik ki, uşaqlar, sinus alfa qarşı katipetonda nisbətinə bərabər. Yəni, y-in 1-ə bərabərdir y. Deməli, sinus alfa y-ə bərabərdir. Və saat əqrəbi hərəkətin əks istiqamətində getsək, məsələn, baxaq, ikinci rübə baxaq. Tutaq ki, baxın uşaqlar, gəlin biraz aşağıdan çəkək, daha aydın görünsün. Tutaq ki, buradan gəlib düşüb bura. Götür uşaqlar, birincidən ikinciyə gəlib. Neyinibdir? Y-imiz azalıbdır. İkinci rübdə azalıbdır. Gəlin, nümunə üçün bir dəfə də dördüncü rübə baxaq sizlə. Uşaqlar, bilir ki, hərəkət saat əqrəb hərəkətin əksinədir. Tutaq ki, birincidən ikinciyə gedib. Burada görürsünüz ki, uşaqlar, birincidən ikinciyə gedibsə, y-imiz mənfidən, tutaq ki, qiyməti arta-arta gedir. Tutaq ki, burada -0,8 idi. Gəlib olub -0,6. Yəni, 1-dən 2-yə gedib deyə, bilir ki, mənfi ədədlərdə kiçik, böyük, böyük, kiçikdir. Yəni, görürük ki, artıbdır. Deməli, 1-də, 4-də artır, 2-də, 3-də sinus funksiyasının qrafiki neyindir uşaqlar? Azalır. Uşaqlar, təkrarımıza davam edirik. Başlayırıq kosinus x funksiyasından. Kosinus x funksiyasının təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq.
Qiymətlər oblastı uşaqlar -1 ilə 1 aralığı parçası daha doğrusu. Cos x funksiyası cüt funksiyadır. Yəni mənfini uşaqlar qarşıya vermir. Buraya yazaq cüt. Dövrü. Dərəcə tək olanda uşaqlar dövrü t bərabərdir 2 bölək modulda k. Dərəcə cüt olanda dövrü t bərabərdir 2 bölək modulda k. Cos x funksiyasının artması, azalmasını gəlin müəyyən edək qrafiklə. Uşaqlar həmişə 90-da 180-də qiymətləri səhv salırlar deyə. Yəni əvvəlcə sinus x-in 90, 180, bax 90 dərəcə, 180 dərəcə, 270, 360 dərəcə qiymətini yazıram. Yəni əvvəlcə sinus x-i yazırıq. Cos x-də yəni həmin qiymətlərin tərsi. Tərsinə düzəndə də kosinüsü verir. Deməli, kosinüs 0 dərəcədə 1 alır. Bunu bilirik. Sonra 90 dərəcədə alır 0. 180 dərəcədə alır -1. 270 dərəcədə 0. 360 dərəcədə alır 1 qiymətini. Kosinüs cüt funksiya olduğuna görə uşaqlar mənfini qarşıya vermir. Yəni 90 dərəcədə 0-ı alırıq. 180 dərəcədə -1 qiymətini alırsa, -180-də də -1 qiymətini alır. Yəni cüt funksiya olduğuna görə qiyməti dəyişmir. 270 dərəcədə 0, 360 dərəcədə isə 1 qiymətini alır. Gəlin qrafiki quraq uşaqlar. Bu oldu cos x funksiyasının qrafiki. İndi artma azalma aralıqlarını müəyyən edək. Sıfırla pi bölü 2 aralığı birinci rübdür. Birinci rübdə qrafikimiz uşaqlar. Qrafikimiz azalır. Pi bölü 2 ilə pi ikinci rübdür. İkinci rübdə qrafikimiz azalır. Pi ilə 3 bölü 2 aralığı üçüncü rübdür. Üçüncü rübdə qrafikimiz artır. 3 bölü 2 ilə 2 pi uşaqlar. Dördüncü rübdür. Dördüncü rübdə qrafikimiz neyinir? Artır. Deməli, artdı. 3-də, 4-də, azaldı, azaldı, 1-də, 2-də. Yəni, eyni ilə bunu çevrə qaydası ilə də müəyyən eləmək olar. Bu zaman çevrə qaydası ilə müəyyən edəndə hərəkətimiz x oxu üzərində olur. Yəni, x oxu artdıqca kosinüsün qiyməti artacaq. X azalanda kosinüsün qiyməti azalır. Yəni, bu da uşaqlar üçbucaq çəkəndə görürüz ki, deməli, vahid çevrədə kosinüs alfa x-in 1-ə. O da x. Yəni, kosinüs alfada x oxu üzərində hərəkət edir. X artanda kosinüs artır. X azalanda kosinüs azalır. Hansı istiqamət uşaqlar? Saat əqrəbinin hərəkətinin gəlin kosinüsün dövrünə, ən böyük və ən kiçik qiymətinə, yəni qiymətlər çoxluğuna aid bir neçə misala baxaq. Məsələn, gəlin dövrə aid bir misal yazaq. Yazaq ki, 3 sinus 2x. Dövrünü tapaq. Dərəcəmiz uşaqlar, dərəcə təkdir. Dərəcə təkdir. Dərəcə təkdirsə, dövr nəyə bərabər uşaqlar? 2 bölək k-ya. Bizdə də uşaqlar, yəni desəz ki, müəllimə k hansıdır? K həmişə x-in qarşısında duran ədəd olur. Sinus kx-də. Yəni, bu da ki k. Söhbət bu k-dan gedir. X-in qarşısında duran ədəddən. Onda t bərabərdir 2 bölək 2. Bərabərdir p-yə. Deməli, 3 sinus 2x-in dövrü nəyə bərabərdir? P-yə bərabərdir. Gəlin, ən böyük, ən kiçik qiymətini də tapaq. Ən böyük və ən kiçik qiyməti. Bilirik ki, uşaqlar, sinus x-in qiymətləri çoxu nəyə bərabərdir? -1-dən 1-ə bərabərdir.
Əvvəlcə -1 verərik, 3-ü vurarıq -1-ə, alarıq -3, 3-ü vurarıq 1-ə, alarıq 3. Deməli, -3 ilə 3, bunun nəyi olur uşaqlar? Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu. Uşaqlar çox vaxt səhv salırlar. Yəni, x-in qarşısındakı həmişə dövrə aid. X-in qarşısına duran dövrü tapmaqda kömək edir. Amma funksiyanın qarşısına duran qiymətlər çoxluğunu tapmaqda kömək. Yəni, bunları qarışdırmayın. Gəlin bir dənə də misal yazaq. Tutaq ki, yazaq uşaqlar. 5 sinus kvadratı tutaq 3x. Gəlin bunun qiymətlər çoxluğu ilə dövrünü tapaq. Dövrü bilirik ki, uşaqlar dərəcə cüt olanda dövr pi böl k-ya bərabərdir. Onda dövrü nə olur? T bərabərdir pi bölək 3. Yəni 5 sinus kvadrat 3x funksiyasının dövrü pi böl 3-ə bərabərdir. Bu funksiyanın qiymətlər çoxluğunu tapanda uşaqlar. Sinus x-in qiymətlər çoxluğu -1 ilə 1-dir. Eləcə də kosinus x-in. Amma kvadratı olanda uşaqlar sinus kvadratı 2x, kosinus kvadratı x. Bu zaman qiymətlər çoxluğu 0 ilə 1 olur. Çünki kvadratı funksiyalar mənfi qiymət almır. Modulda olanda yenə bu funksiyanın qiymətlər çoxluğu 0 ilə 1 olur. İndi 5 sinus kvadratı 3x-in qiymətlər çoxluğunu tapanda əvvəlcə 5 bir dəfə 0-a vururuq. Bir dəfə də 5 uşaqlar 1-ə vururuq. Deməli, bunun qiymətlər çoxluğu nəyə bərabərdir? 0 ilə 5-ə. Eləcə də, yəni kosinusda bu qayda ilə yazılır. Əgər A sinus x plus B kosinus x şəklində ifadə verilibsə, bu zaman bu funksiyanın qiymətlər çoxluğu kökün altında a kvadratı plus b kvadratıdır. Yəni, nümunə yazaq. Məsələn, 3 sinus x plus 4 kosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Kökün altında yazacağıq. Kökün altında 3-ün kvadratı plus 4-ün kvadratı. O deyir uşaqlar. -5 ilə müsbət 5. Yəni, bu funksiyanın qiymətlər çoxluğu nəyə bərabərdir? -5 ilə müsbət 5. Uşaqlar bəzən qarışdırırlar üstə kvadrat olanda. Yəni, bu formada olanda uşaqlar. A sinus kvadratı x plus b kosinus kvadratı x. Onda da bu qaydanı tətbiq edirlər. Deyirlər ki, a kvadrat plus b kvadratını yazır. Xeyr uşaqlar, kvadrat olanda belə olmur. Birini digərinə əvəz edirik. Sinus kvadrat x-i ilə tutaq yazırıq, 1 çıxaq. Kosinus kvadratı x plus b kosinus kvadratı x şəklində yazırıq. Gəlin bir nümunə yazaq. Məsələn, yazaq ki, elə həmki misalın özünü yazaq. 3 sinus kvadratı x plus 4 kosinus kvadratı x. Birini digərini əvəz edirik. Yəni, 3 vuraq, 1 minus sinus kvadrat x yeni uşaqlar, kosinus kvadrat x yazırıq. Eyniliyimiz var. Sinus kvadrat x plus kosinus kvadrat x bərabərdir 1-ə. Yəni, oradan. Sinusun yerinə kosinus yazdıq. Plus 4 kosinus kvadratı x. Buradan da 3 çıxaq. 3 kosinus kvadratı x plus 4 kosinus kvadratı x yazsaq. 3 çıxaq. 3 plus kosinus kvadratı x edir. İndi bunun qiymətlər çoxluğuna baxsaq, bilirik ki, kvadratda hansı qiymətlər verir uşaqlar? Kvadratda. Kvadrat olanda 0 ilə 1 olur. Gəlin əvvəlcə 0 verək. 3 üstə gələk 0. Aldıq 3. 3 plus 1 aldıq 4. Deməli, bu ifadənin qiymətlər çoxluğu nəyə bərabər uşaqlar? 3 ilə 4-ə. 3-4 parçası yəni. Uşaqlar, danışırıq tangens x funksiyasından. Tangens x. Tangens x funksiyasının təyin oblastı x fərqlidir. Belə yazaq da uşaqlar.
dx yazaq. X fərqlidir pi bölü 2 plus pi k-dan. Uşaqlar, bilirsiniz niyə? Tangens x sinus x-in kosinus x-ə nisbətidir. Bu ifadənin mənası olması üçün məxrəc sıfırdan fərqli olmalıdır. Kosinus x fərqli olmalıdır sıfırdan. Kosinus sıfırı harda alır? Bax uşaqlar, kosinusun qiymətlərini yazaq. 90, 180, 270, 360 qiymətlərini. 0, -1, 0, 1. Görək uşaqlar, 1 90 dərəcədə alır. Bir də 270 dərəcədə alır. Yəni 180 dərəcədən 1, 90, sonra 270, yəni 180 dərəcədən 1 0 qiymətini alır. Ona görə 90, bir də plus 10-un pi k dövrünü yazırıq. Pi bölü 2 plus pi k. Yəni x bu qiymətlərdən fərqli olmalıdır. Çünki məxrəc sıfır ifadənin mənası olmur. Tangens x funksiyasının qiymətlər çoxluğu uşaqlar mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Buradan yazaq qiymətlər çoxluğu. Gəlin sonda yazaq. Yazaq qiymətlər çoxluğu. Sonra tangens x tək funksiyadır uşaqlar. Tangens mənfi x bərabərdir mənfi tangens x. Dərəcənin cüt tək olmasının heç bir fərqi yoxdur. Dövrü pi bölü k-ya bərabərdir. Və həmişə tangens x funksiyası artan funksiyadır. Artan. Gəlin qrafikini çəkək uşaqlar. Bölü 2, 2pi, mənfi pi bölü 2, mənfi 2pi. Deməli uşaqlar, sıfırları, kosinusun sıfırlarını almır. Tangens sıfırın mənası var, gəlin baxaq. Tangens sıfır, sinus sıfırın kosinus sıfıra nisbətidir, düzdür? Kosinus sıfırda da 1 alır. Deməli, tangens sıfırı alır. Yəni sıfırdan neyini uşaqlar keçir. Çünki sinus sıfırın kosinus sıfırın nisbəti, yəni tangens sıfırda sıfır qiymətini alır. Deməli, buradan keçəcək. 90 dərəcələrdən dedik ki, keçmir. Onda mənası pi bölçülərdən keçmir. Mənası olmur. Gəlin qırıq-qırıq xəttlərlə sərhədləyək. Çünki pi bölçülərdən keçməyəcək. Və 3 pi bölü 2-ni çəkək uşaqlar. Gəlin qrafiki çəkək. Dedik ki, uşaqlar həmçinin funksiyadır, həmişə artan funksiyadır. Həmişə artan funksiyadır. Davam edirik kotangens x funksiyasından. Kotangens x funksiyası. Kotangens x funksiyasının təyin oblastı x fərqlidir pi k. Gəlin baxaq. Kotangens x kosinus x-in sinus x-ə nisbətinə bərabərdir. Yəni sinusun sıfırlarında kotangens təyin olunmur. Sinus sıfırları hardan uşaqlar? Sıfırda alır. Sonra gəlin yazaq. Baxın, sinus sıfırı harda alır? 180-də, 180 dərəcədə, bir də 360 dərəcədə alır. Yəni, pikalarda neyinir? Təyin olunmur. Pini misillərində təyin olunmur. Sonra qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Kotangens x funksiyası uşaqlar azalandır. Həmişə azalandır. Yenə tək funksiyadır. Dövrü dərəcə tək tutulmasından asılı olmayaraq t bərabərdir pi bölü k. Gəlin kotangensin qrafikini çəkək uşaqlar.
Gəlin baxaq. Deməli dedik ki, uşaqlar pikalardan keçməyəcək. Pikalardan keçməyəcəksə, biz piləri sərhədləyirik ki, bunlardan keçməyəcək. Gəlin qrafiki çəkək. Biraz aşağıdan yazsaq yaxşı olardı. Qarışıq oldu. Yəni qrafikin sol tərəfini çəkmək də bilərik uşaqlar. Qarışıq olmasın deyə. Bu ikinci hissə heç ehtiyac deyildi. Bu hissəni çəkmək. Gəlin çəkək. Deməli, pilərdən keçməyəcək. Və dedik ki, kotangis x funksiyası necə funksiyadır uşaqlar? Həmişə azalan funksiyadır. Azalan funksiyadır deyə. Uşaqlar bilirsinizsə, sıfırdan da keçmir. Çünki kotangins sıfırdır, təyin olunmuyor. Kotangins sıfır, kosinus sıfırın sinus sıfıradır. Onda məxrəc sıfır olurdu, ifadənin mənası olmur. Burada bunu yazmışkən, gəlin tangens, kotangensdə uşaqların qarşılıq saldığı qiymət oblasti da var. Gəlin onu başa salın. Məsələn, tangens x plus kotangens x funksiyasının bəzən qiymət oblastını tapmaqda çətin çəkirlər. Tangens x plus kotangens x qarşılıqlı tərs funksiyalardır. Qarşı tərs funksiyaların qiymətləri çoxlu isə uşaqlar mənfi sonsuzluqdan mənfi 2-yə 2-dən müsbət sonsuzluqadır. Yəni, bu funksiyaların qiymətlər çoxluğu mənfi sonsuzluqdan mənfi 2-dən sonsuzluqadır. Bəzən elə olur ki, o konkret rüb verir. Rüb verəndə, məsələn, elə olur ki, tangens, kotangens 3-cü rübün bucağına düşür, 1-ci rüb olur. Onda yəni mənfi aralığı götürmürük. 1-ci, 3-cü rübə düşəndə tezcə 2-dən sonsuzluğa qiymət alır. Amma ümumilikdə götürəndə tangens x plus kotangens x funksiyasının qiymətləri çoxluğu mənfi sonsuzdan mənfi 2-yə 2-dən sonsuzluqadır. Niyə? Çünki uşaqlar qarşı tərs funksiyalardır. Qarşı tərs funksiyaların qiymətlər çoxluğu mənfi sonsuzdan mənfi 2, 2-dən müsbət sonsuzluq.